Salam hörmətli izləyicilərimiz. Bu günlərin Binəqədi rayon Biləcəri qəsəbəsində gözəl bir yerdə marşrutlara 202-yə 92-yə yaxın bir yerdə, elə deyək, qapısının ağzındacan asfalt olan yerdə, hündür bir ərazidə, bütün sağı, solu, bütün yaşayış evi obyektləri olan bir yerdə şəxsi bir 3 otaqdan ibarət şəxsi bir tikili evimiz satışa çıxıb. Allah ev olmayanlara ev qismət eləsin. Allah bütün xalqımı sevindirsin. Hörmətli izləyicilər, qeyd edirəm ki, yenə deyirəm, evimiz çox mükəmməl, qəşəng bir yerdədir. Səliqəli evlər, məhəlləsi səliqəli, belə deyək, ətrafında böyük evlər tikintisi var. Çox gözəl bir yerdə evimizdir. Ətraflı sizə hal-hazırda mən evimizin həyat hissəsində sizlərə tanış edirəm, hörmətli izləyicilər. Ətraflı çəkirəm. Rahatçılıqla qapısından maşın girir. Gördüyünüz kimi besetkası. Belə bir kürsülü, haradasa 7 daş kürsüdə. Yağışlar yağanda 1 qram bu ərazidə belə deyək su da olmayıb. Bunu ətraflı sizlər üçün məlumat verim. Evimizin hal-hazırda mən qarşı tərəfim sizlər çəkirəm. İndi keçirəm sizi əks tərəfdən evimizi çəkməyə, hörmətli izləyicilər. Bax, ətraflı çəkim sizlər üçün. Baxın, hörmətli izləyicilər. Bax, belə həyətimiz var. Evimiz 3 otaqdan ibarətdir. Sənədlərimiz bələdiyyə sərəncamıdır. Qalxağın evimizin, onu da deyim, evimizin ətrafında bax, ara məsafələri var. Bax, gördüyünüz kimi ara məsafələri var. Daxil olan evimizin iç hissəsində də tanış olan hörmətli izləyicilər. Buradan yenə də sizlər üçün ətraflı çəkeyim. Buyurun, baxın. Bax, belə bir gözəl bir həyətimiz var, hörmətli izləyicilər. Daxil olan kimi evimizə, bax, geniş bizi koridor qarşılayır. Qeyd edirəm ki, bu İran peçini, yəni evimiz kombi sistemlə təchiz olunub. Sadəcə olaraq ev sahibi kombidən istifadə eləmir, İran peçindən istifadə edir. Belə deyək, sol tərəfdə bizim mətbəximiz. Bax, buyurun, ətraflı çəkim sizə, baxın. Geniş, yetərincə geniş mətbəxi var. Bax, buyurun, ətraflı çəkirəm sizlər üçün. Sağ tərəfdə bizim qonaq otağımızdır. Bax, belə geniş, gözəl, səliqəli qonaq otağımızdır, hörmətli izləyicilər. Buyurun, ətraflı baxın. Evimiz qoşadaşdan inşa olunub, kürsülüdür, yenə deyirəm, mərkəz bir yerdədir. Bir dənə burada geniş yataq otağımız var, hörmətli izləyicilər. Ətraflı sizlər üçün çəkim, baxın. Əks tərəfdən də çəkim sizlər üçün. Buyurun, baxın, hörmətli izləyicilər. Bax, belə yataq otağımız var. Burada isə bizim bir dənə də belə deyək, uşaq otağımız var. Amma uşaq otağı deməyək, haradasa 3,5-ın 4-ə, bax belə 3,5-ın 4-ə belə bir otağımız var. Əks tərəfdən də çəkim sizlər üçün. Bax, belə bir otağımız var. Keçən hamam sanitar qovşağı ilə də sizləri tanış edeyim. Bax, burada isə hörmətli izləyicilər, bizim üzrlü sayın işıq yanmır. Bax, belə hamam sanitar qovşağıdır. Hörmətli izləyicilər, yenə qeyd edirəm, evimiz Biləcəridə gözəl bir yerdə yerləşir. Şəxsi tikilidir, 3 otaqdan ibarətdir, qoşadaşdan inşa edilib. Sənədlərimiz bələdiyyə sərəncamıdır, hörmətli izləyicilər. Evimizə ev sahibəsi tərəfindən bugünkü günü 115.000 manat qiymət təyin edilmişdir. İnşallah, çox güman ki, ev sahibəsi yenə də burada bir balaca endirim edəcək. İnşallah, Allahın köməkliyi ilə. Tələsin, bu evimizə sahib olun. Yenə qeyd edirəm, evimiz çox əlverişli yerdədir, çox gözəl evdir. İnşallah, ev olmayanlar inşallah bu evə sahib olar. İstəyə olanlar bu evimizə sahib olar. Allah ev olmayanlara ev qismət eləsin. Bəyənməyə, paylaşmaya unutmayın. Kimlərinsə ki, əmlakı varsa bizlərə müraciət edə bilər. Gəlib andızı çəkib, satışına kömək edərik. Belə hörmətli izləyicilər, Allah ev olmayanlara ev qismət eləsin. Elə ev olmayanlara ən balaca belə arzu edən belə bir ev qismət eləsin. Amin. Sağ olun.